Bir daha salam. Çalışmamız Promoter şirkəti ilə bağlıdır. Bir dövrün əməliyyatlarıdır. Başdan sona. Açıldığı dövrdən 2 aylıq bir əməliyyatları əhatə edəcək. Müəssisəni açacaq, yaradacaq, əməkdaşları götürəcək, ikini quracaq, malları alacaq, təzədən malları il sonunda satıb dövrünü bağlayacaq. Yəni hardasa 2 aylıq bir əməliyyat üzərindən gedəcək. Bizim şirkətimiz Promoter şirkətidir. Biz Promoter şirkətinin əməkdaşlarıyıq. Şirkət təsis olunanda 50.000 manat kassasına, 118.000 manat da bank hesabına pul qoyulmuşdur. Yəni nizamnamə kapitalı qoyuluş edilmişdir. Cümləni bir də oxuyuram. Promoter şirkəti təsis olunarkən, yəni qurularkən, onun kassasına nəqd olaraq təsisçiləri 50.000 pul veriblər. Bank hesabına isə 118.000 manat pul veriblər. Pulu kimə veriblər? Müəssisəyə veriblər, yəni aktivi. Ona görə müəssisənin aktivlərinin artması lazımdır. Müəssisəmdə özümə sual verirəm. Aktivlərim artacaqsa, maliyyə bərabərliyində aktivlər hansı bölümdədir? Bu bölümdədir deyək ki. Bəs bu bölümdə olan aktivlər harda artırlar? Debetdə artırlar. Gəlirəm. Kassa hesabı. Dili də düzəldək. Və bank hesabımı artırırım. Kassa hesabımda və bank hesabımda. İki fərqli hesabımda bir artış əmələ gəlibdir. Kassa hesabımda 50.000, bank hesabımda isə 118.000 manat artış baş verib. Bunlar mənim var dövlətim artıq. Müəssisənin artıq balansında bir dəyər var. Balansın sol tərəfində bir ağırlaşma var. Yeni bir dəyər qoyulubdur. Toplam dəyərim mənim nə qədərdir? 168 minlik bir dəyərim var. 168 minlik dəyəri mən hardan əldə etmişəm? Yəni müəssisəm təzə təsis olunubdur. Mən hansı fəaliyyətimin nəticəsində əldə etmişəm? Heç bir fəaliyyətim. Mən fəaliyyət göstərsəydim, gəlirim əmələ gələrdi və gəlirim artardı. Onun nəticəsində pul artardı. Fəaliyyətim başlamamışdan öncə bu mənə verildiyi üçün, yəni borc da götürməmişəm. Bu bəli, kapital olaraq artıbdır balansımda. Baxıram kapital elementimə. Kapital elementi harda artıbdır? Kreditdə. Və gəlirəm kreditinə həmin dəyərləri daxil edəm. 50.000 manat və 118.000 manat olaraq qeyd etdim. Bu kapitalların mənim dövriyyəmdən formalaşan kapital olmadığına görə birbaşa nizamnamə kapital olaraq qeyd edirəm. Nizamnamə kapital olaraq qeyd etdik. Və əməliyyatımın doğruluğunu qorudum. Növbəti prosesdə şirkətimin fəaliyyəti ilə bağlı bəhs edir. Quru meyvə satışı fəaliyyəti ilə məşğul olan müəssisə fəaliyyət göstərə bilmək üçün aylıq icarə haqqı 5.000 manat olan ambar və ofis binası olaraq Xəzər rayon Binə qəsəbəsində 800 kvadrat metr sahəsi olan binanı icarəyə götürmüşdür. Biz 800 metr kvadratlıq bir yer icarəyə götürmüşük. Həmin yerin dəyəri 5.000 manatdır. Yəni bu yerə görə mənim 5.000 manatlıq bir aylıq stabil xərcim, o xərcimə görə də borcum yaranacaq. Bəli, həm öhdəliyimiz yaranacaq. Bunu da qeyd etməm lazımdır. Gəlirəm əməliyyatıma. Müqavilə bağlamışam. Aylıq bir öhdəlik götürmüşəm üzərimə. Gəlirəm öhdəliyimə. Öhdəliyimin, daha doğrusu öhdəlikdən öncə gəlirik nəyə? Birinci, bu mənim nəyim olur? Xərcim olur. Yəni, dünənə qədər icarə xərcim yox idi. Artıq bir dövr üçün mənim icarə xərcim var. Və mən gəlirəm xərc bölümünə. Baxıram ki, xərclərim yarandığı zaman hara qeyd eləməliyəm? Yəni, artığı zaman debetə. Gəlirəm debetinə 5.000 manatımı qeyd edirəm. Salam. Və açıqlama olaraq qeyd edirəm bura nəyi? Sair əməliyyat xərci. Yazmaq olardı yalnızca ofis olsaydı. Satış xərci yazmaq olardı kommersiya xərci yalnızca belə deyək də ambar və satış nöqtəsi olsaydı. Biz bunu hər iki təyinatla istifadə edəcəyimiz üçün və sualda bizə kvadratı ilə bağlı məlumat verilmədiyinə görə
Biz bunu sayılı əməliyyat xərci olaraq qəbul edirik. Amma müəssisənin seçimindən asılı olaraq inzibati kimi də qəbul oluna bilər. Xərcimi qəbul etdim. Bunu ödəməmişəm. Baxın, şərtdə mənə ödəmə ilə bağlı hər hansı bir nüans verilməyib. Deməli, bu xərcə görə də mənim borcum da yaranır. Gəlirəm bəli öhdəliyimə. Baxıram öhdəlik harda artıb? Kreditdə və kreditimə 5000 manat daxil edirəm. Adını da qeyd edirəm, icarə öhdəliyi. İcarə xərcimi qəbul etdim. Eyni zamanda o xərcin borcunu da qəbul etdim. Yəni, hesablama əməliyyatımı apardım. Bu xərci hesablaya bildim. Stabildir, sabitdir, əvvəlcədən də müəyyənləşdirə bilirəm. Növbətliyə baxıram, ambarın içərisində malların yığıla bilməsi üçün 25.000 manatlıq avadanlıq alınmışdır. 15.000 manatı tara qaldıran nəqliyyat vasitəsi, digərləri isə yüklərin yığılması üçün olan vitrinlərdir. Baxın uşaqlar, burada vitrin sözü də keçir, amma biz buna avadanlıq deyirik. Səbəbi nədən ibarətdir? Bir dəyərinin yüksək olması, 2 elektron olması. Yəni, sən o vitrinə məhsulları yığanda onu üst rəflərə qaldırma, sağa aparma və yaxud da endirmə, başqa rəfə çatdırma. Buna müasir ambarlama mexanizmləri deyilir. Yəni, bu da bir elektron vasitədir. Üstündə yüklərin olmasına baxmayaraq. İkincisi, tara qaldıran nəqliyyat vasitəsi dediyi zaman elektriklə işləyən, o qabağında bəlkə də görmüsünüz, belə yük qaldırmaq üçün 2 dənə qolu olan, paddonları qaldırmaq üçün tonajlı yükləri, o avadanlıqdan gedir söhbət. Bir də onun dəyəridir. Yəni 25.000 2 hissədən ibarətdir. Gördüyünüz kimi. Bunu da qeyd etməmiz lazım. Ambarın içərisində bunların yığıla bilməsi üçün olan vitrinləri almışıq. Aldığımız vitrinlər və nəqliyyat vasitəsi bizim balansımızda formalaşır. Yaranıb. Yaranıbsa mənim aktivimdir. Niyə aktivimdir? Çünki bir dəyərə sahibdir. Maddiyatı var. Pulla ölçülə bilir. Üzərində nəzarət hüququm var. Mənim aktivim deməkdir. Gəlirəm artırıram. Birinci 15.000 manat. Digəri nə qədər idi? 10.000 manat. 15.000 manata olan hissəsi nədən ibarətdir? Tara qaldıran nəqliyyat vasitəsidir. Yazıram əsas vəsait. Yine yazıram əsas vəsait. Bu əsas vəsaitləri necə əldə etmişəm? Mənim balansımda necə yaranıblar bunlar? Bunları borcla mı əldə etmişəm? Nizamnamə kapitalı olaraq mı veriblər mənim üçün? Yoxsa hansısa satışımın qarşılığında mı mənə veriblər? Mən həmin müəssisəyə bir şey satmışam, o müəssisə də onun əvəzində mənə əsas vəsait verib. Şey verməyib, pul verməyib. Əlbəttə ki, biz burada şərtdən gördüyümüz kimi nə kapital qoyuluşudur, nə gəlirlə bağlıdır. Yalnız və yalnız borc hesabını, yəni öhdəliyin qarşılığında əldə etmişik. Biz bunu əldə etmişik, əvəzində öhdəliyimiz yaranıbdır. Yəni bunu ödəyəcəyimizlə bağlı kiməsə söz vermişik. Ki bu 15.000 dəyəri sənə ödəyəcəyik və yaxud da 10.000 dəyəri sənə ödəyəcəyik. Öhdəlik bu demək. 15.000 manat. Sol. Əlbəttə. Bunun yazılır. Həkləri bir olsa böyle. Yazılır ki, borcu alır, siyah alır. Bax, Rəşid belə deyim də, demək olar gələcəkdə heç bir şərt olmayacaq. Bacardığımız qədər qısa şərtlər, yarım cümləli şərtlərə keçməmiz lazımdır. Çünki gələcəkdə bunu ancaq sənədlərə baxacaqsan. Alış sənədi var, ödənişində bir qismi var və yaxud da yoxdur ödəniş sənədi. Ödəniş sənədi yoxsa deməli bu öhdəlikdən al. Fikrimizi ayıra bildinmi? Gələcəkdə heç bir şərt olmayacaq. Bir şey soruşup aslında size o hesap yapar. Ama Avadanlıq da əsas vəsaitin tərkibindədir də. Onları çeşidləmədiyimə görə hər birinə ayrı-ayrılıqda ümumi adlarını qeyd etdim. Əslində onlar əsas vəsaitin sub hesablarında hər birinin ayrı-ayrı adları var. 111 nömrəli hesaba baxsan görəcəksin. Qeyd etdik. Bunu almışıq başqa şirkətdən. Nə deyək adlarına? Qısa müddətli kreditor borc.
Gəl baxaq. Alınıb deyil, ödənib demir ki, bax, kassadan ümumiyyətən bir şey alındığı zaman onun ödəməsi ilə bağlı olan informasiya ödəmə maliyyə əməliyyatı olduğuna görə mütləq əmrləşməlidir. O sənə bildirilməsi lazımdır. Ya sənin əlində ödəmə tapşırığı olmalıdır, ya kassa məxaric orderi olması lazımdır ki, sən onun ödənib ödənmədiyini müəyyənləşdirə biləsən. Yəni şərtə də çevirdiyimiz zaman onun ödənilməsi ilə bağlı mütləq sənə informasiya verilməsi lazımdır. O verilməyibsə, sən onu özündən yarada bilməzsən ki, bəlkə bunu kassadan alıblar deyə bilmərsən. Başqa şərtlər üçün o hal və situasiyanı formalaşdıra bilərsən, ödəmə əməliyyatı ilə bağlı əsas. Bunu da qeyd etdik. Növbəti əməliyyatımız oktyabr ayında işə bir nəfər sürücü vəzifəsinə götürülmüş və əmək haqqısı 500 AZN təyin edilmişdir. Oktyabr ayı üçün mənim 500 manatlıq xərcim artmışdır. Hansı xərcim artmışdır? Əmək haqqı xərcim adı odur, amma qrup adı nədir? İnzibati xərc. Bu xərcimi ödəmişəm mən şərtdə. Ödəməmişəm. Ona görə eyni məbləğ qədərdə borcum artmışdır. Öhdəliyin kreditində də borcumu artırdım. Əgər ödəməmişəmsə, bəli. Çünki əmək haqqı xərci onun adıdır. Onun olduğu qrup deyil. Biz burada qrupları qeyd edirik. Adı burada qeyd edəcəyik. Əməliyyat jurnalında. Bura yazacağıq, məsəl üçün, inzibati xərc, bura yazacağıq əmək haqqı xərc. Açıqlama bölümünə. Bəli. Əmək haqqı onun açıqlamasıdır. Xərc bizim üçün xərcdir, yəni. Cəmi 4-5 qrupdan ibarət xərc qrupumuz var. Bunu da qeyd etdik. Müəssisə yeni işçi komandasını işə götürə bilmək üçün ofisə dəyəri 8000 manat olan mebellər almışdır. Mebel almışam, baxın ödəmə ilə bağlı heç bir informasiya yoxdur. Yalnızca almışam. 8000 manatlıq olduğuna görə mənim 8000 manatlıq aktivim artıb. Adı nədir? Əsas vəsait qrup olaraq ofis mebeli qeyd edəcəyik. Bunu hardan əldə etmişəm? Yenə borc vasitəsilə əldə etmişəm. Borcum harda artırdı? Kreditdə artırdı. 8000 manat. Nə deyək? Qısa müddətli. Baxın uşaqlar, indi bir şey üzərindən sürətli şəkildə keçək. Görürsünüz, bunları alıram, aktivə qeyd edirəm. Xərcə qeyd etmirəm. Mebel xərci demirəm, avadanlıq xərci demirəm. Bunlar mən gələcəkdə hələ mütəmadi olaraq bir neçə müddət dövr ərzində istifadə edəcəyimə görə mən onu bir dövrün xərcinə aid edə bilmərəm. Cümləni bir də qurdum. Əgər mənim aldığım, əldə etdiyim hər hansı bir aktivi mən bir neçə dövr istifadə edəcəmsə, bu bir neçə dövr 12 aydan çox olması lazımdır. Yəni 12 dövrdən çox olması lazımdır. Bir neçə dövr ərzində istifadə edəcəmsə, mən onun aldığım ayın dövründə xərcə tanıya bilmərəm. Yəni bir neçə dövr istifadə edəcəm, amma bir dövr, bir dəfə xərcə tanıyacam. Bu ədalətsizlikdir. Və uyğunluq prinsipinə də ziddir. Biz hər gəliri əldə etmə mənbəsi üçün, yəni hər gəliri qazandığımız dövrə görə bir dövrdə 5000 gəlir qazanacağıq, o biri dövrdə 55000 gəlir qazanacağıq. Bu avadanlıq 5000 dövründə nə qədər istifadə olunub, 55000'lik dövrdə nə qədər istifadə olunubsa, dəyər itiribsə, o qədərini həmin dövrdə xərcə tanıyacaq. Buna da amortizasiya deyəcək. Yəni onun metodları ilə eləyəcək. Ona görə məndə var olanı birinci əldə etdiyim çox dəyəri ilə qeydiyyata alıram. Mənim bu qədər varlığım var. Mebelim 8000'likdir. Xanımlar, ailə həyatı qurulur, cehiz gətirirsiniz mebel olaraq. Gətirəndə onun dəyərini bilirsiniz. Amma üzərindən bir il keçəndən sonra onun dəyəri həminki kimi qalmıraq. İstifadə etdiyiniz üçün ona təzini dəyişmək istədiyiniz zaman satdığınızda daha aşağı bir pula satırsınız. Doğrudurmu? Yəni yenisini əlavə etmək üçün. Niyə aşağı pula satırsınız? Yəni aldığınız dəyərə də dəyişə bilərsiniz də.
O kadar değer pul vermişsiniz axı. Çünki siz onu istifadə etmişsiniz. Onda bir aşınma, bir erozya, bir cızıq və yaxud da ki, qiymətdən düşmə zərərləri baş verib. Artıq o dəbdə deyil. Başqa bir şeydir dəbdə olan, ona görə dəyəri aşağıdır. Və biz də o dəyəri aşağı gedənə qədər var dövlətimizi ölçü-ölçü gedirik. Onun üçün də xərcə qeyd etmirik. Xərcə yalnız istifadə etdiklərimizi xərcə qeyd edirik. Bir şey bizim balansımızdan dəyər azaldırsa, onu xərcə qeyd edirik. Gəlirik növbətiyə. Elə həmin gün, yəni mebelləri aldığımız gün 6 ədəd yazmışıq uşaqlar, üzürlü sayın. 6 nəfər işçi götürülmüşdür. 3 ekspeditor, yəni satış təmsilçisi, əmək haqqısı bir nəfərinki 600 manat olmaqla, bir rəhbər işçi götürmüşük, əmək haqqısı 1500 manat olmaqla, bir də mühasib götürmüşük, əmək haqqısı 900 manat. Elə bir bunlar biraz çox olurlar. Qeyd edəcəm. Düz deyirsiniz. Birinci bunu qeyd edək. 980 manatdan notebook almışıq. Birinin qiyməti. 6 ədəd almışıq. Ödəmədə etməmişik. Bəli, eynən əsas vəsaitimiz artacaq. Bərabər deyirik. 980 manat vurulsun 6 ədəd. 5880 manatlıq elektronik avadanlıqlarım, yəni ofis üçün istifadə edəcəyim notebooklarım əmələ gəlmişdir. Və bunu da borc hesabına əldə etmişim. Çünki ödəmə haqqında informasiya verilməyibdir. Və qısa müddətli kreditor borc olaraq da qeyd edirəm. İndi növbəti hissəmizə gələk. Əmək haqqımız burada çeşidlənmişdir. Satış elementlarımız var 3 nəfər, 1 nəfər rəhbər var, 1 nəfər mühasib, bir də təchizatçı var. Təchizatçı bir növ həm bizim təhtəlimizdir, həm də bizə ehtiyac olan məhsulları gedib tapıb alıb gətirən şəxsdir. Ki, filan şirkətdə bu qiymətə var, filan şirkətdə bu qiymətə var. Müəssisənin malla, işlə, xidmətlə təmin edən müəssisənin öz əməkdaşıdır. Təchizatçı. Bunları niyə vəzifələ ayırmışıq? İndi onu göstərəcəm. 3 nəfər işçini hara götürmüşük? Satış bölməsinə. Yəni, satış təmsilçisidir, ekspeditordur. Birinin əmək haqqısı 600 manatdır. Deməli, toplam şəkildə 1800 manatlıq satış işçilərinin xərci yaranacaq məndə bu ay. Gəlirəm xərcimə və 1800 manat xərcimi artırıram. Və bu nədir? Kommersiya xərcidir. Çünki bu işçilər satış departamenti üçün çalışacaqlar. Məhsulların satışı üçün çalışacaqlar. Ödəmədiyim üçün bu eyni zamanda mənim həm də ki borcumdur, yəni öhdəliyimdir. Əmək haqqı öhdəliyi qeyd etdik. Bəli. Sürücü götürdüyü onun üçün. Yəni və sürücünü də satış üçün qeyd etmədik. Onun üçün həmin sürücünü inzibati mühasibi aparıb gətirmək üçün, müdürü aparıb gətirmək üçün olan sürücü kimi qəbul etdiyimiz üçün inzibati dedik. Onun önünə satış yazsaydıq, həmin sürücüyə də kommersiya deyərdik. Bəli, ekspeditor yalnız və yalnız satışla bağlı işdir. Başqa heç bir əməliyyat aparmır. Satış təmsilçisidir adam. Bir rəhbər və bir mühasib əlavə etmişik və bir də təchizatçı. Bunlar da inzibati işçilərimizdir. Yəni, idarə etməklə bağlı olan işçilərdir. Rəhbər müəssisənin işlərini aparır, idarə edir. Mühasib müəssisənin bütün departamentin işlərini hesablayır, hesabatlılığı əmələ gətirir. Təchizatçı da müəssisənin bütün xidməti və yaxud da ki, mal baxımından nə ilə təmin etmək lazımdırsa, onları təmin edir. Ona görə bunların üçünün də əmək haqqısını inzibati xərc olaraq xərc qrupuna tanıyacağıq. Gəlirik, baxaq, 1500 manat, 900 manat, toplam edir 2400 manat, bir də 700 manatlıq bir əmək haqqımız var. Bu da etdi 3100 manat. O birisi nə qədər idi? 2400 manat, 3100 manat. Gəlirəm xərcimə.
3100 manatlıq bir dənə əmək haqqı xərci təkrar formalaşdırıram. Bu əmək haqqı xərci hansı bölməm üçün idi? İnzibati bölməm üçün idi deyə. İnzibati xərc. Bunlar niyəsə eyni olmadılar. İnzibati xərc olaraq qeyd etdim. Bunu da ödəmədiyimə görə eyni zamanda öhdəlik kimi də tanıdım. 3100 manat. Oktyabr ayını tamamlamışıq. Noyabr ayının 1-də Promoter şirkəti ilə Altınoğullar şirkəti arasında dəyəri 300.000 manat olan alış müqaviləsi bağlanmışdır. Baxın uşaqlar, bunun heç bir əməliyyatı yoxdur. Mən buna heç bir əməliyyat işləyə bilmərəm. Balansında çünki heç nəyi dəyişdirmir. Heç bir dəyərə təsir etmir. Nə aktivin artmasıdır, nə azalmasıdır, nə yer dəyişməsidir, nə də ki passivin yer dəyişməsidir. Sadəcə informasiya xarakterli məlumatdır. Yəni belə deyək də, məlumatlandırma xarakteri daşıyır bu informasiyalar. Noyabr ayının ilk həftəsi dəyərinin 50%-ni öncədən ödəmək şərti ilə 20 milyon dollar dəyərində quru meyvələr sırf Baku olaraq Bakı Baş Gömrük İdarəsinə çatdırılmışdır. Baxın, bir şərtin içərisində bir neçə əməliyyat ifadə etdi. Deyir ki, noyabr ayının ilk həftəsi dəyərinin 50%-ni öncədən ödəmək şərti ilə 20 min dollar dəyərində quru meyvə gəlibdir bizim gömrüyümüzə. Aldığımız məhsul 20 min dollar dəyərindədir. Yəni, amma bunun 10 min dollarını əvvəlcədən biz ödəmişik deməkdir. Yəni 50%-ni əvvəlcədən ödəmək şərti ilə. Burada gördüyünüz cif Baku inkotermis qaydalarından sadəcə biridir. Yəni xaricdən mallar gətirdiyiniz zaman beynəlxalq yükdaşıma kodlarıdır. Cif Baku nə deməkdir? Sən hansı ölkədən məhsulu alırsansa al, sənin gömrüyünə daxil olana qədər ki, bütün xərclər məhsulun qiymətinə daxildir deməkdir. Yəni sənin invoice'unda yazılan qiymət var da, qayməndə. Nədirsə, o qiymətin içərisinə daxildir. Gömrükdən sonraki xərclər sənə aiddir deməkdir. Bu kodlardan biridir və şərt olaraq da bunu deyir ki, bu şərtlə gəlmişdir. Yəni gömrüyə qədər ki, bütün xərclər mal satana aid olub, o da qiymətin içərisində daxil edib göndərir. İndi gəlirik nəyə? Biz burada birinci hansı əməliyyatı aparmamız lazım? Konvertasiya əməliyyatı eləyəcəyik, bəli. Konvertasiya əməliyyatı etdiyimiz zaman nə olacaq? Manat hesabımızdan pulumuzu azaldıb, eyni məbləğdə dollar hesabına əlavə etməmiz lazımdır. Yəni bir aktivin yer dəyişməsi baş verəcək. Prosesdə də necə baş verir? Buradan biraz sətr əlavə edək. Ehtiyacımız olacaq. Prosesdə əslində necə baş verir? Biz konvertasiya əməliyyatı etdiyimiz zaman uşaqlar, birinci banka müraciət edirik. Deyirik, bizim manat hesabımızdan çıxmaq şərti ilə mənə 10 min dollar ver. O da deyir ki, gözə saat 11 olsun. Mən pulu çıxdım. Saat 11 olsun, yeni məzənnə elan olunsun. O məzənniyə görə sən seçməndə konvertə eləyib. Yəni pulu dəyişir. Həmin zamanda siz onu köçürdüyünüz zaman sizin aktivlərinizdə pul azalacaq. Yəni bank hesabınızdan. Amma eyni zamanda başqa bir hesabınız artacaq. 222 nömrəli hesabınız. Bəli, yolda olan pul köçürmələri artacaq. Nə qədər məbləğ artacaq? O biraz sual işarəsi altındadır 17.000 olması. Çünki sizin hal-hazırda Azərbaycan Respublikasındakı Mərkəzi Bankın məzənnəsi dolların manat qarşılığı 1.70'dir. Amma siz bankdan onu 1.70'den ala bilmirsiniz axı. 1.70'den yuxarı almanız lazımdır. Misal üçün, gəlin deyək ki, bura əlavə edək. Kurs alış 1.7025. Deyək ki, alış kursumuz da 1.7025 olmuşdur. İndi gəlirik nəyə? Biz bilirik ki, aktivlərdə yolda olan pul köçürməmiz artacaq. Yolda olan pul köçürməsi artdı. Dəyəri nə qədər artacaq uşaqlar?
bərabərdir deyirəm. Mən 50%-ni əvvəlcədən ödəmək şərti ilə razılaşmışdım da. Yəni 20.000-in 10.000-i vurulsun. Artıq 1.7 deyil. Bankdan nə qədər mənə pul lazımdırsa o qədərdir. Yəni 1.7025. Yəni bankın mənə satış kursuna. Heç diqqətinizi çəkir, bankların önündən keçəndə valyuta mübadilə rəqəmləri qeyd edirlər. Hər zaman orada 2 rəqəm qeyd olunur uşaqlar. Alış və satış deyə. Alış yazdıqları rəqəm sizdən aldıqları rəqəmdir. Satışın qabağında yazılan rəqəm siz gedib dollar istədiyiniz zaman sizə satacaqları rəqəmdir. Xarici valyuta, yəni istənilən ölkədə xarici valyuta. Deyək ki, Azərbaycan manatı Rusiyada xarici valyuta sayılır. Türkiyədə xarici valyuta sayılır. Çində xarici valyuta sayılır. Eynən bizim kimi. İstənilən xarici valyuta bizim ölkəmizdə bir əmtəədir. Yəni mal dövriyyəsi edə bilir banklar üçün. Çünki bankların mal kateqoriyası puldur. Yəni onlar pulu alıb satmaq hüququna sahibdirlər. Onun üçün eyni dəyərdə verirəm və 17.025 man olaraq bir pul göndərirəm. Yolda olan pul köçürmələrindən. Bu pul məndə hardan azalır? Bank hesabımda. Hansı bank hesabım? AZM bank hesabı. Və kopyalayıram. Gəlirəm yuxarıda olan yerinə qeyd edirəm. Ki, indən belə AZM və dollar olaraq sinifləndirəcəm bu hesabları. Daha sonra eyni dəyəri əlavə edirəm pulumun kreditinə. Bankımın kreditinə. Birinci əməliyyat tamamlandı. İkinci əməliyyat nə baş verir? Bank 10.000 dolları mənim dollar hesabıma yatırır. Yəni mənim bank hesabı amma USD ilə olan USD hesabım, dollar hesabım artır. Yazıram 17.000 manat. Görürsünüz 17.025 manat yazmıram. Çünki Azərbaycanda mərkəzi bankda kurs 1.7'dir. Yəni bu pulun mənə olan qarşılığı 17.000'dir. Artırıram. Eyni zamanda yolda olan pul köçürmələrimi də azaldıram. Nə qədər? 17.000 manat. İndi uşaqlar, yolda olan pul köçürmələrin debitində 17.025, kreditində isə cəmi 17.000 var. Biz nə demişdik yolda olan pul köçürmələri ilə bağlı ki, onun qalığı hər zaman sıfırda qalması lazımdır. Yəni o aralıq hesabdır, ona pul girir, çıxır, bitir. Yəni əməliyyat müddətində rəqəm qala bilər, əməliyyat tamamlandıqdan sonra rəqəmin sıfırlanması lazımdır. Bizə də əməliyyat başladı, konvertasiya əməliyyatı. Biz ona bir dəyər ötürməsi etdik və bitdisə sıfırlamamız lazımdır. Yəni 25 manatı daha satmalıyıq. Və bu 25 manatı hara azaldacaq biz? Hara gedəcək bizim üçün? Konvertasiya xərcinə gedəcək uşaqlar. Gəlirəm xərcimin artdığı hissəyə 25 manat qeyd edirəm və konvertasiya xərci. Baxın görün 731-in neçənci bəndindədir? Hesablar planı açıqdır önünüzdə. Mən bunu şey kimi qeyd elədim, sayılı əməliyyat xərci kimi. Baxın, bu xərc artıq ödənilib. Uşaqlar, bayaqki xərclərin heç birisi ödənilməmişdi. Ona görə borcumuzu da artırmışdıq həmin xərc qədər. Amma bu 25 manatlıq konvertasiya xərci ödənilib. Haradan ödənilibdir? Yolda olan pul köçürmələrindən. 25 manat. Yəni bank oradakı dəyəri silibdir, sıfırlayıb. Biz istəsək bu yolda olan pul köçürməsini yazmadan da bu əməliyyatı apara bilərik. Amma konvertə etdiyimiz rəqəm həmin gündə alınmama ehtimalı da var. Bəli. 751'in süp hesabındadır. Bəli. O zaman orada qeyd edəcəyik. Neydi o? Faiz Yox, 751'in adı nədir qrupun? Faiz xərcləri. Baxın uşaqlar, Aytaç xanım bildirdi ki,
751 nömrəli hesabın ikinci süp hesabında konvertasiya xərcləri qeyd olunur. Məndən soruşdum. Dedim 751 nömrəli hesabın özünün adı nədir? Yəni ana başlığı, qrupun adı. Dedim maliyyə xərcləri. Götürdüm, qeyd elədim. Amma mən bunun adını yazanda əməliyyat jurnalında qrupun maliyyə xərci, adına yazacağım konvertasiya xərci. Biz burada qruplarını qeyd etdik. Ödəndiyi üçün də öhdədə bir şey qeyd etmədik. Növbəti prosesimiz, təkrar baxaq suala, artıq bank hesabımızda valyutamız mövcuddur. Və biz deyir ki, öncədən 50%-ni ödəmişik. Öncədən ödəmişik deyirsə, deməli mallar bizə gəlməmişdən qabaq biz pul ödəmişik. Bu əməliyyata biz nə əməliyyatı deyirdik ki? Verilmiş avans əməliyyatı deyirdik, bəli. Onun üçün verilmiş avans da bir aktiv hesab olduğuna görə mən birinci verilmiş avansı artırıram. Ne kadar? 17.000 manat. Aynı zamanda bank hesabı artırırım ne? USD 17.000 manat. Yine aktiflerimin yer değişmesi oldu. Avansımı da gönderdim. Daha sonra deyir ki 20.000 dolar değerinde quru meyvə gəlib gömrüyə çatmışdır. Yəni Bakı Baş Gömrük İdarəsinə çatmışdır, bəli. Yəni bu quru meyvələr gəlib gömrüyə çatıb. Gəlirəm əməliyyatın alışını qeyd eləməyə artır. İlkin dəyərləndirməsini. Mənim məhsulumun dəyəri nədir? 20.000 dolar, yəni 34.000 manat. Görürsünüz, Mərkəzi Bankın kursu ilə qeydiyyatını aparıram. Deyirəm mallar artıb. Eyni zamanda mənim bu mallarla bağlı olan borcum da artıb. 34.000 manat. Yazıram. Qısa müddətli kreditor borc. Sizi çox dolaşdırmaq üçün qeyd etmirəm. Bunları da süp hesabları ilə qeyd etməyimiz daha məqsədə uyğundur. Qeyd etdik. Altınoğluya borcumuz da əmələ gəldi. Bu əməliyyatı girən kimi aslında mən 17.000 avans vermişdim. Mənim borcum 34.000 qalmaması lazım. Ona görə borcumu azaltmalıyam. Debetdə 17.000 manat. Onu hardan alıb azaldacağım? Verilmiş avansdan. Yəni verilmiş avansdakı pulumdan azaltdım. Sanki verilmiş avansımdan ödəmə etdim. Və bu formada azalmasını verdim. Bu əməliyyatı da avansın bağlanması əməliyyatı demişdik. Növbəti prosesdə bizim üçün nədir? Noyabr ayının ikinci həftəsinin ilk günü Promoter şirkətinin təchizatçısı Gömrük İdarəsinə gedərək broker şirkətinə sənədləşmə üçün 500 AZN ödəmişdir. Bunu ödeyə bilməsi üçün ümumiyyətən bizim təchizatçımız o pulu hardan alıb ödəyibdir yəni? Bəli, biz ona təhtil hesab olaraq pul verməliyik ki, ala bunu apar, gömrükdə ödə brokerlərə. Və növbəti hissəsində oxuyaq. Deyir ki, malın gömrük rüsumu 8.000 manat, xidmət haqqısı 240 manat hesablanıb və təchizatçı tərəfindən ödənilmişdir. Yəni, təchizatçının ödədiyi ümumi summa 8.740 manatdır. Bundan sonraki əməliyyatlar heç deyəcəyik. Və bu uşaqlar, sizlə bir şeyi də üzərində vurgulamaq istəyirəm. Beynəlxalq alışın yerli alışdan bir fərqi var. Gömrükdə yaranmış olan borclarımızı ödəmədən biz məhsulumuzu gömrükdən çıxarda bilmirik. Yəni, pulunu ödəməsək, məhsulu gömrükdən götürə bilmərik. Bizim ola bilməz. Onun üçün, əgər məhsul şərtdə olarsa ki, belə deyək də, məhsul ambara mədaxil edilmişdir, o zaman gömrük ilə bağlı borc hesablanmasını deməyiblərsə sizə, hesablamanı özünüz edib ödəməni də etməniz lazım. Yəni, orada artıq əmr gözləməməlisiniz. Çünki artıq o bitmiş əməliyyatdır. Onu ödəyiblər ki, siz məhsulu ambarınıza gətirə bilmişsiniz. İndi gələk əməliyyatımıza.
Təhtil hesab şəxsə nə qədər pul verəcəm? Ödəyə bildiyi qədər. 8740 manat. Təhtil hesab şəxsi artacaq. Baxın, təhtil hesab şəxsə pulu verdim, qoydu cibinə. Cibi şişdi. Təhtil hesab şəxsin pulu artdı. Mən də burada aktivimdə təhtil hesab şəxsin cibini artırdım. 8740 manat. Eyni zamanda bu pulu hardan verdim? 90% kassa hesabımdan 8740 AZL. Aktivimin yer dəyişməsini etdim. Biraz sətirləri əlavə edək. Təhtil hesab nə etdi? Şərtə baxaq. 500 AZL broker şirkətinə sənədləşmə üçün ödədi. Baxın 500 AZL broker şirkətinə sənədləşmə üçün ödədi. Yəni nə ödədi? Broker xərci ödədi. Yəni xərci yerində ödədi. O zaman mənim xərcim artdı 500 manat. Eyni zamanda borcum da artdı 500 manat. Razısınız? Ne olur, razı olmayın da. Bakın uşaqlar. Burada kulminatif bir nöqtə var. Xırda bir tıqqılı bir nüans var. Ümumiyyətlə bütün mövzulara aiddir. Ortada çəkilən bir xərclər varsa, o xərclər ya gəlirin əldə olunması üçün çəkilir, ya da hansısa aktivin əldə olunması üçün çəkilir. Gəlirin əldə olunması üçün çəkilirsə, gəlirdən çıxılan xərc kateqoriyasına aid olunub, gəlirdən çıxılır. Yox, hansısa bir aktivi əldə etmək üçün çəkilirsə, o zaman həmin aktivin dəyərinin üzərinə plus olunur, əlavə olunur. Biz nə qədərlik məhsul almışdıq? 34.000 manatlıq mallarımız artmışdı. Bu broker xərci nə üçündür? Bu 34.000'lik mal üçündür. Yazıram mallar. 500 AZL debitdə artırıram. Eyni zamanda təhtil hesab 500 manat kreditdə azaldı. Nə əməliyyatı? Brokerin əməliyyatı. Keçirəm növbətiyə. Deyir ki, malların gömrük rüsumu 8000 manat, gömrük xidmət haqqısı da 240 manatdır. Gömrük orqanını artıq mən 538 ilə qeyd etməm lazımdır. Bu artıq bir xərcin ödənişi deyil, uşaqlar. Bu bir borcun ödənişidir. Çünki gömrük bir şirkət olduğuna görə sənin orada xərcin formalaşmır. Sənin orada borcun formalaşır və sən o borcu ödəyə bilərsən. Deməli, mən birinci gömrüyün rüsumunu hesablamalıyam, xidmət haqqısını hesablamalıyam, sonra ödəməsini etməliyəm. Gəlirəm mallar, qeyd edirəm təzələnən mallar. Nə qədər? 240 manat. Eyni zamanda borcum da 240 manat. Borcumun adı 538'in qabağında olan digər öhdəliklər hesabıdır. Baxın uşaqlar, bu mənim uçot tərzimdir. Sizin müəssisədə fərqli ola bilər. Mən dövlət idarələrinə olan borclarımı ayrıca sürətli şəkildə görə bilməyim üçün onların hesab nömrəsini 538'də aparırım ki, net görə bilim. 531'in içindəkilərə qarışmasın. Yəni, 2 dənə fərqli hesab olsun. Yekunda ikisi də borc deyil, borc olmağına. Amma rəhbər məndən soruşanda anında deyə bilim ki, borcumuz 100 mindir, onun 40 mini dövlətədir, 60 mini cəmaatadır. Yəni, digər vergi ödəyicilərdir, deyə bilim. Sürətli şəkildə. Onun üçün çeşidləndirdim, sinifləndirdim. Eyni zamanda gömrük rüsumu da 8000 manat. Yine digər öhdəliklər 8000 manat artırdı. Biz də dedik bayaqlarım, dedik ki, əgər məhsulu çıxardıb ambara aparıramsa, o zaman mütləq mən bunu ödəmişəm deməkdir. Ki, şərtimizdə də zaten ödənildiyi göstərilir. Bayaq demişdik, mütləq deyilməlidir. Bax, deyilir, ödənilmişdir, deyir. Gəlirəm, bunun ikisi də gömrüyədir. Düzdürmü? Nə qədərdir cəmi? 8240 manat. Mənim digər öhdəliyim azalır. 8240 manat gömrüyün borcunu verdim.
Nə ilə verdim? Pul ilə verdim. 8240 manat. Bu pulu hansı hesabımdan verdim? Təhdər hesabımdan verdim. Niyə kassa? Kassadan pul verib təhdərə verib göndərmişəm də. Yoldadır. Təhdər hesabımdan ödənişimi et. Artıq malları götürüb çıxıb getmişim. Bura qədər qeydiyyat əməliyyatlarımız idi. Mallar artıq bizdədir. Ambardadır. İndi ambardakı proses davam edir. Əməliyyatla alaqası yox. Müəssisə aldığı quru meyvələri qablaşdırmaq üçün Bespak MMC-dən dəyəri 3000 manat olan karton materiallarda qab alışı etdi. Korobkalar almışam, qutular. Bespak şirkətindən 3000 manat dəyərində. Sizcə mən bu 3000 manatı nə edəcəm? Bağlamda. Bəli, aktivin dəyərini tanıyacaq. Bəli. Yox, birinci mallar kimi yazmayacaq. Düzdür, mən artıq əməliyyat eləmiş olacam, amma olsun, siz prosesi görün deyə. 3000 manat aktivim artır. Mənim məhsulum nədir? Quru meyvədir. Mən quru meyvəni qablara yığmaq istəyirəm. Deməli, bu qablar mənim materialımdır. Yəni, xam mal və material hesabımı artıracam. Bəli. Hanı azaltır, hanı azalmıyor baxıb bu. Kimsə bizə əmr etmir baxıb pul azalsın deyə. Ödə deyən olmuyor baxıb bizə. Bəli. Tamamilə doğrudur. 3000 manat borçlanmışdım. Kimə? Bespak MMC-yə. Yəni qısa müddətli kreditor borcum yaranmışdı. Əlbəttə. Sən onu hardan o nəticəyə gəldin kassamızdan etmişik deyə? Almışıq, pulunu verməmiş, elə verəcək. Bəli, sən deyəndir. Onda axtaracaqdıq bank yoxsa kassa. Yazmayıbsa kassa olduğunu bank götürəcəkdir. Bəli. Elə daha səliqəli və daha doğrudur. Ki, bəzi yerlərdə əməliyyatlar o cür aparılır. Elə birbaşa pul çıxarılır malın özündən. Şöyle 3000'i tanıdım. Amma harda? Xam mal və materiallarda. Səbəb? Çünki düşünürəm ki, bunu bir gün ərzində etməyəcəklər axı, hissə edəcəklər. Yekunda gəlib mənim məhsulum qablaşandan sonra mən ölçə bilməliyəm. Ki, neçə dənə qablaşdırılmış məhsulum var və mən nə qədər qablaşdırma almışdım. Və 7 nə qədər qablaşdırmam var. Bəlkə də mənim 2500'lük malım var. Yəni 2500 dənə qutuya yerləşəcək malım var elə. 34.000 manatlıq mal ancaq ona əhatə edir. Ya mənim qablaşdırmam əlavə götürülürsə, xarab olunan mallar həmin qablaşdırmaya yığılıb mənim malım içərisində satılırsa, işçidir də bu, hər əməliyyatı edə bilər yəni. Ona görə mən hər hansı nöqtədə olursa olsun, aktivlərimi izləməyə bacarmalıyam. Yəni onun qalıqları mənim üçün vacibdir. Gələk şərtimizə, deyək ki, 3000 manatlıq, burada biraz düzəliş edək. Nə deyək? İstifadə edilib 2500 az yerlik hissəsi. 3000 manatlıq almışıq, amma qablaşdırmada istifadə edilibdir 2500 manatlıq hissəsi. Gəlirəm, malları artırıram, malların dəyəri qalxdı, qablaşdırmanı onlar üçün edirəm. 2500 manat, eyni zamanda xam mal və material hesabımda azaldı, 2500 manat. Mən bunu bu cür qeyd etdiyim zaman artıq ambarda və yaxud da ki, hansısa bir şkafın gözündə, hansısa bir depomda 500 manatlıq hələ qablaşdırmam olduğunu bilirəm. Yəni o oradan itməyəcək. İtsə belə maddi məsul şəxsdən tələb edə biləcək. Yəni başqalarının verdiyi informasiyalara deyil, öz informasiyam əsasında hesabat hazırlaya biləcək. Seçdim 2500'ümü. Növbəti hissəmiz nədir? Bu məhsulları qablaşdırmaq üçün 2 aylıq
İşə qəbul edilmişdi. Neçə nəfər işçi? 4 dənə xanım. Yine ədəd yazmışam xanımlara kilsinlər günahımdan. 4 nəfər xanımı işə qəbul eləmişik. Amma bəri başdan bildirmişik ki, yəni sizi 2 aylıq işə götürürük də, yəni müddətli. 4 nəfər bəli. Hər biri də 2 aylıq olaraq işə götürmüşük. İş saatları 8 gün olmaqladır. Amma bunlarla bağlı əmək haqqı bildirməmişik, bildirmişik. 500 manat. Deməli 2000 manatlıq da bir əmək haqqı xərcimiz var. Amma əvvəlcədən bu periodun 2 aylıq olduğunu bildiyimiz üçün, bu malların qablaşdırmasının 2 aya baş verəcəyini bildiyimiz üçün 4000 olaraq bu xərci qəbul edirik. Gəlirik tanımağa xərci. Xərci 4000 olaraq tanıyırıq. 4000 düzmü deyirəm mən? Hayır, düz deyirəm. 4000 xərci tanıdım. Xərcimizin adı nə olar sizcə? Hə? Başqa? Sadece biz böyle olmalı. Sizcə bu xanımların əmək haqqısı nə ilə bağlıdır? İşləyirlər. Qəşəngdir. Qablaşdırma nəyə qablaşdırırdıq biz? Məhsulu. Deməli bunun burada yaranmış xərc əslində xərc deyil. Məhsulun dəyərinə əlavə oluna biləcək bir şey. Yəni bu xərc kapitallaşa bilər. Mən bunu niyə öz balansımdan dəyəri itirim ki? Məhsulun üzərinə gəlib satım da bunu. Bu kimi qazanır. SMM'de olsun deyə məhsulun dəyərini əlavə etməm lazım. Yəni mallar $4000 manat artdı və eyni zamanda borcum da 4000 artdı. Borcumun adı əmək haqqı ödənilir. Necə olar? Aha, olar. Bir neçə sətr əlavə edeyim. Yəni burada nəyi görməyinizi istəyirəm? İstənilən xərc istifadə təyinatına görə kapitallaşa bilir. Yəni bir şeylərin dəyərinə daxil ola bilir. Müəssisənin kapitalında öz yerini təkrar bərpa edə bilir. Yəni gəlirdən birbaşa xərc kimi çıxılmır, hansısa aktivin dəyəri ilə çıxılır. Yəni aktivin dəyərində olduğuna görə mən o aktivi satdığım zaman bu xərci kimsə mənə ödəyir. Deyək ki, mən bu quru meyvəni gətirdim, qablaşdırdım bu formada, satdım sizə. Siz mənə nə qədər dəyər ödəyəcəksiniz? Mənim sizə dediyim satış qiymətidir, düzdürmü? Mən o satış qiymətini nəyin üstünə qoymuş olacam? Bu əmək haqqı öhdəliyi daxil yaranmış bir dəyər var ha. O dəyərin üzərinə qoyub satacağım o puluna sizə. Siz mənə ödənişi edəndə bu xərci ödəmiş olacaqsınızmı? Olacaqsınız. Yəni bu 4000 manatlıq əmək haqqı xərcini mən ödəyəcəksiniz. Bu deməkdir ki, mən bir xərci kapitallaşdırıramsa, o xərc mütləq mənə geri qayıdır və kapitalımın qarşılığı bərabərləşir. Hələ üzərində əlavə dövriyyə mənfəəti ilə bərabər. İndi burada əməliyyatın hamısında onu görmək məcburiyyətindəsiniz. Əmək haqqı xərcini də əlavə etdir. Başqa nə var? Müəssisə istehsal etdiyi məhsulu mağazaya daşıya bilmək üçün Orxan Məmmədovdan dəyəri 20.000 manat olan Ford Transit nəqliyyat vasitəsi almışdır və ödənişi kassadan etmişdir. Baxın, axtardığınız bölüm. Sizin axtardığınız bölüm. Alıb kassadan da ödəyib. Bəli, birinci aktivi artıb, əsas vəsait deyirəm, uzun müddətli olduğu üçün 20.000 manatlıq bir nəqliyyat vasitəsi var. Bəli, və bununla bağlı nə edibdir? Bir borcu yaranıb Orxan Məmmədova. Baxın, Orxan Məmmədova bir borc yaranmayıb. Anında yerində ödəmə edib. Bəli, sizlər hamınız dediyiniz kimi kassa hesabından azalacaqsınız. Və haqlısınız. Belə də yazsanız düzsünüz. Amma belə yazmağınız məsləhət deyil. Siz bir neçə dənə Ford ala bilərsiniz. Birini Orxandan alarsınız, birini İlqardan alarsınız, birini Əlidən alarsınız. Sabahlarım hansısa Ford'un birində mütəmadi olaraq problem çıxdığı zaman bu Fordların kimdən hansı dəyərlə təmin etdiyini bilmək istəyərsən. Yəni bunu kimdən aldığındır bu? Hansı Forddur?
Fərq etməz. Əməliyyat jurnalında da qeyd eləməlisən. Əməliyyat jurnalı zaten açıqlaması ilə nəsil kök abidə ilə qeyd edirsən, yəni eləməklə. Məsələ ondan ibarət deyil. Sən bunu öhdəlikdə göstərmədikdən sonra, yəni kreditor hesabında Məmmədov Orxan girib çıxmış da olsa, o siyahıda olmadığı zaman Məmmədov Orxan sizin heç ümumiyyətən vendor listinizə daxil olmamış sayılır. Sabah mən işdən çıxıb gedirəm, Nərgiz xanım gəlir işə, o da Ford almalıdır. Deyir, girin baxım görün bizə kimlərdən Ford almış. Orxan orada görmür. Başqa iki bahalı aldığı Ford olan adamları görür. Yəni Orxan siyahıda olmur. Niyə? Çünki mühasib İlqar vaxtında əlinibdi, bir dənə əməliyyat əksi işləyibdi deyə. Bəli, bu əməliyyat doğrudurmu? Doğrudur. Amma bu sizə bənzəyir. Baxın, əsas vəsaitin mülkiyyət sahibi yoxdur kimi görünür burada. Sanki biz 20 mini vermişik, Ford Transit'ini qoymuşuq barda çokuna, özümüz də oturup sürüb çıxıb gəlmişik. Elə çıxır da, yəni ortada bir sahibkar yoxdur. Biz axı bu ödənişi kiməsə vermişik. Yəni bu nəqliyyat vasitəsilə kimisə aktivi idi, onun üzərində nəzarət hüququ var idi. Biz ona bu ödənişi, dəyəri ödədik ki, onu bizə versin. Həmin nəzarət hüququnu bizə ötürsün. Onun üçün kassada yazmamışdan qabaq əməliyyatı birinci öhdəliyimizi formalaşdıracağıq. 20.000 manat. Daha sonra həmin 20.000 manatı azaldacağıq və indi qeyd edəcəyik kassa hesabı 20.000 manat. Yəni bir dənə əməliyyat bir sətir artıq qeyd eləmiş olacaqsınız. Yox da elə bir yalancı borcdur da bu, necə deyil. Həmin gündə borcunda olub borcunu ödəmsin. Nəticə olaraq borcun sıfırdır. Amma sabah nə vaxt istəsən onu bilsin ardından kimdən nə formada almışsan. Analizində siyahında var. Və əsas məsələ reklamlardan sonra, yəni fasiləmizi verək, uşaqlar. Ondan sonra davam edək. Hə uşaqlar, indi əməliyyatlarımız bitib. Amma gəlmişik hara? Gəlmişik artıq ilin sonuna, dekabr ayındayıq. Bütün proseslərimiz bitib, məhsullarımızı qablaşdırmışıq, hər birini yerbəyer etmişik. Dekabr ayının 15-də bayramla əlaqədar olaraq, yəni yeni illə əlaqədar olaraq, istehsal etdiyimiz məhsulları, yəni qablaşdırdığımız, satışa hazır vəziyyətə gətirdiyimiz məhsulları Bravo'ya satmışıq. Komple, hamısını. Yəni Azərbaycan supermarket şəbəkəsində, Bravo marketlər şəbəkəsində hamısını toplu şəkildə satmışıq. Ay sonunda müəssisən debitor borcları ödənilibdir. Yəni ayın sonuna satışımızdan yaranmış debitor borcları bizə ödəyiblər. Eyni zamanda biz də öz nə qədər kreditor borcumuz varsa hamısını ödəmişik. Bəli. Məhsulu satdığımız zaman ay sonu müəssisə debitor borcu ödənilmişdir və öz kreditor borclarımızın 80%'ni ödəmişik. Məhsulu satdığımız zaman bizə başa gələn maya dəyərinin üzərinə 70% ticarət əlavəsi qoyub satmışıq. Yəni məhsulun öz dəyərini 70%'ni üzərinə qoyub satmışıq. Maya dəyərinin üzərinə faizlə pulun qoyub satılması markup olaraq gəlirliyin hesablanmasıdır. Yəni bizim maya dəyərimiz nə qədərdir? Yəni bu məhsul bizə neçə başa gəldi? O başa gələn məhsulun üzərinə biz həmin məhsulun dəyərinin 70%'ni əlavə etdik. Əmələ gələn dəyər oldu bizim satış dəyərimiz. Vaxtat gəlsin. Bazar qiymətinə sadəcə. Artıq bu mərhələdə o bizim dərdimiz deyil. 70% maliyyənin qoyduğu stavkadır. Yəni satış meneceri onu aparıb 130%'e satacaq, yoxsa 70'den satacaq, onun problemi. Bazarda bu məhsulun dəyəri aşağıdırsa, yenə satışla təchizatın problemidir. 70% bizim normal gəlirliyimizi formalaşdırdığımız dəyərdir. Bunu biz qəbul etmişik. İndi gələk əməliyyatımıza. Sizə sualı ünvanlayıram və qeydiyyatı dayandırıram. Zəhmət olmasa, mənim məhsulumun maya dəyərinin nə qədər olduğunu mənə deyin. Mən sizin üçün satışın hərəkətini verim. Məhsulu satmışam. Kimə? Bravo. Deməli, mənim gəlirim əmələ gəlibdir. Satış etmişəmsə, gəlirim artıb deməkdir. Gəlirəm, gəlirimi kreditdə artırıram. Nə qədər olduğunu bilmirəm, yazıram
satış gəliri. Eyni zamanda qısa müddətli debitor borcum da artır. Amma nə qədər debitdən? Bilmirəm. Sizdən onu öyrənmək istəyirəm. SMM'desine değilse. SMM'desini də desən olar yəni, heç bir problem deyil. Gəlin SMM'dinin silinməsini də qeyd edeyim. Mən bu malı satmışam, mallarım azalıb. Eyni zamanda SMM'də üzrə xərcim də artıb. SMM'də. Aha, sən SMM'dini hardan formalaşdırdın? Mən belə gələrdim. Görüm malları harda almışam. 34.000 malın alış dəyəri uşaqlar. Doğru mu? Gəldim. 500 manat broker idi. Bəli. 240 manat gömrükdə xidmət haqqı idi. 8000 manat gömrük rüsumu idi. 2500 manat qablaşdırmam idi. 4000 manat qablaşdırmanı edən xanımların, 4 nəfər xanımın əmək haqqısı idi. Və bitdi. 9240 manat mənim məhsulumun çox dəyəridir. Yəni balans dəyəridir. Məhsulumun alış qiyməti, yəni ilkin dəyəri nə idi? 34. Amma məhsul mənim anbarımdan satışa hazır vəziyyətə gələnə qədərki dəyəri nə oldu? 49240 manat. Yəni məhsulun gömrükdən çıxıb, daha doğrusu satış nöqtəsindən çıxıb, mənim anbarımda daxil olana qədər və yaxud da ki, mənim anbarımdan satışa çıxana qədər nə qədər xərc çəkilibsə ondan bağlı və yaxud da ki, hesablanıbsa, bu həmin malın dəyərinə daxildir. Bu dəyərə çox dəyəri və yaxud da ki, balans dəyəri deyirik. Bu deyilir 49200 manat. Yəni mən 49200 manatlıq malı satmış oluram. Gəlirəm malların silinməsinə 49200 manat qeyd edirəm. Xərcimin də debitinə 49200 manat qeyd edirəm. Bir dəqiqə, hara getdi bu rəqəmdən sonra? $46.740. Mən nə yazıram ora? 9240. Gəlir. Ha, 200 yazmışam. Burada bir yerden sağ olun. Aha. İndi mənə satış qiymətim lazım. Mən bu məhsulu satanda üstünə qoyduğum xeyir payım, yəni ticarət əlavəm 70%-dir. Nəyin üzərinə qoymuşam? Satdığım malın 9200-ü. Gəlirəm, o qədər mənim gəlirim artmış olması lazımdır kreditdən. Bərabərdir deyirəm. 49240 vurulsun 1 nöqtə neçəyə? 7-yə. Yəni 70-ə. Birbaşa ilə üzərinə gəlib yazsın deyə. Daha təzədən bir də məhsulun faizini tapıb bir də özünə toplamayım deyə. 83.708 manat. Eyni zamanda bu satışı etdiyim üçün mənə borc yaranıbdır. Debitorda nə qədər? 83.708 manat. Satışımı etdim. Bu satışımla bağlı mənə ödəniş olunubmu? Debitor borcum ödənilibdir. Tamam. Yəni bank hesabım AZN-im artıb. Eyni zamanda nə qədər artıb bu? 83.708. Bank hesabım artdı. Bank hesabıma pul hardan gəldi mənim? Debitordan, müştərdən. Satışdan yox. Satışdan gəlirsə deməli debitor yoxdur. Satış edirəm, pulu da mənə nəqd ödəyirlər. Pulum artır, gəlirim artır. Daha doğrusu üzr istəyirəm. Gəlirim artır, əvəzində pulum da artır. Bu satışdan gəlirdir. Bir də var ki, mən satışı etmişəm, əvəzində pulum əmələ gəlmir. Əvəzində alacağım əmələ gəlir. İndi də o alacağım azalır.
Bəli, olar. Hani bir şey sor. Soru. Bəli. Bunun mallar azaldı diye geldi. Sen hayır. Satışım olduğu üçün, gəlirim olduğu üçün yazdım onu. Bəli, gəlirim olduğu üçün yazmışam. 83.708 manat. Bəli, debitorum mənə ödəndi. İndi isə söhbət nədən gedir? Mən öz kreditor borclarımı ödəməliyəm. Artıq burada əməliyyatı dayandırıram. Kreditor borcu ödəməyi sadəcə yazacağım, dəyərləri qalsın. Mən ödəniş edirəmsə, bank hesabım azalacaq. Bura XX qoyum. Eyni zamanda qısa müddətli kreditor borclarım, yəni bura toplu şəkildə yazım. Öhdəliklərin də debiti azalacaq. Amma nə qədər bilmirəm. Və hansına nə qədər ödəyəcəyimi də bilmirəm. Hansı hesabına ödəyəcəyimi də bilmirəm. Onları bilmək üçün mən sizlə dövriyyə balans cədvəlindən baxmalıyam o qalıqlara. Dövriyyə balans cədvəlini doldura bilməyim üçün əməliyyat jurnalını doldurmam lazım ki, hesabların qalıqlarını işləyə bilim. İndi burada saxlayıram, save edirəm, əməliyyatı sizin üçün yönləndirəm. Buyurun, uğurlar, işləməyə başlayın.